Alçaq Sahil Babayev, nə üçün insanların pullarını mənimsəyirsən, insanların pensiyalarını kəsirsən, pensiya yaşlarını qaldırırsan, axı sənin buna nə haqqın var? Salam dəyərli izləyicilərimiz, yeni xəbər videomuzda hər birinizi xoş gördük. Xəbərə keçməzdən öncə hər kəs videonu bir saniyəsinə ayırıb bəyənib kanala abunə olsun ki, sayımızı bilək. Dəyərli izləyicilərimiz, pensiya yaşlarının düşməsi və pensiyaların artması ilə yeni xəbərlərimiz var. Pensiya yaşları qadınlar 50 yaş. Kişilər isə 55 yaş oldu. İstədim ki, bu vacib şad xəbərdən hər kəsin ən tez zamanda xəbəri olsun. Dəyərli izləyicilərimiz, 190 manata gəldikdə isə operativ qərargah artıq bununla bağlı yeni bir açıqlama etdi. 196 manat sosial müavinət aprel ayının sonunda veriləcək. Çox şəxslər bunu 190 manat olaraq düşünür. Operativ qərargah açıqlama etdi. Bildirdi ki, 196 manat sosial müavinət ay sonunda kart hesablarına köçürüləcəkdir. Kart hesabı olan hər bir vətəndaş 196 manat sosial müavinət alacaqdır. Bu şad xəbərlərə hər kəs sevinəcək. İstədim ki, hər kəs məlumatlansın, ən doğru xəbərləri və məlumatları bizim kanalımızdan alın. Kanala abunə olub videonu maksimum dərəcədə bəyənin ki, hər kəs bu videonu görəsin. Ən tez zamanda video aktuallaşsın. Nazirlik əməkdaşları ilə əlaqə saxladıq. Onlar bizə bildirdilər ki, hətta əlil, sağlamlıq imkanları məhdud olanlara belə yardım olunacaq. Hər kəs videonu bəyənsin ki, hamının bu vacib şad xəbərlərdən ən tez zamanda xəbəri olsun. Cənab Prezident İlham Əliyev, Azərbaycan xalqı adından hər birimiz sizə təşəkkür edirik. Videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkürlər. Xəbər az.